Stalin Özbekistan atomsuydu. Mao Zedong savadsız idi. Elitanın böyük əksəriyyəti Azərbaycan türkləridir. Savadlı insanla savadsız insanın fərqi burada ortaya çıxmır. Çox fərq. Venezuelada nə dövlət yaranması olacaqdı? Venezuela xalqı yaxın şərq ölkəsi deyil. Yaxşı ki, Kuba böhranı baş vermədi. Güclü olan haqlıdır prinsipini bir daha aktuallaşdırdı. Prezidenti yatağına getdi. Bu təsirlər də heç də dünyanı yaxşı yerə aparmır. Lüzumsuz bir sərt ritorika. Təbii resurs varsa mən buna çökməliyəm, mən bunu almalıyam. Acını deyib qucaqlamalısan acını. 120 ölkədə 180 münaqişə ocağı var. Bu idealist yanaşmalar sanki realizmə yenidən növbəti dəfə sanki məğlub oldu. Necə biz deyə bilərik ki, biz sülhlə axıra kimi gedəcəyik? Sabah Cənub Çin dənizində ola bilər. Dünyada yeni müharibələr ona doğru gedir. Biz müharibəyə nə eləyirik? Şirdə antilopu 20 edə. 45 milyon Ukrayna bacara bilmirsə hələ. Qazaxıstan necə bacaracaq? Biz birləşməliyik ki, Bəli. bu nizamsızlığın içində özümüzü qoruya bilək. Amerika Birləşmiş Ştatları özünə uyğun olan və böyük ehtimal ki, beynəlxalq birliklə də ayaq uydura biləcək şəxslərin Venezuelada hakimiyyətə gətirilməsinə nail olacaq. Təbii ki, Nobel mükafatı verdikləri müxalifətçi başda olmaqla. təbii, Qadın, yəni bəli, gözlənti xanım. onun üzərindədir, amma ehtimallardır. Yəni o da ola bilər, başqaları da ola bilər. Amma məsələ budur ki, kim olacaqsa demək biraz bu dəqiqə üçün çətin, amma bildiyimiz yeganə şey var ki, Maduro olmayacaq. Bəli, Onun o dəqiqdir, bəli. komandasına sıradan çıxaracaqlar və gələcək adamlar artıq dünyaya ayaq uyduracaq. İndi bizi nə edəcəklər? Amerika Birləşmiş Ştatları Venezuela enerji sektoruna daha çox pul ayıracaq, oradan daha çox neft alacaq. Çünki Amerikanın o neft emalı sənayesi daha çox Venezuela neftin üzərinə köklənibdir. Çünki o neft biraz ağır neftdir. Onun üzərinə köklənibdir və daha çoxdur. Və məsələn, Amerika Birləşmiş Ştatları gəlib yaxın şərqdən neft alıb, təzədən onu aparıb nəqliyyat xərclərini hesablayanda ona Venezuela daha sərfəli, çünki daha yaxındır. Nəqliyyat, kommunikasiya baxımından yaxındır. Bir, ikincisi, burada artıq öz adamını gətirən sonra daha ucuz qiymət alacaq və onun iqtisadiyyata sərmayə qoyacaq. İndi Venezuela başlayacaq yavaş dirçəltməyə öz adamları vasitəsilə. Bax, bu ehtimal böyükdür. Çünki onlara lazımdır. Venezuela'nın böyük meşə resursları var. Ondan istifadə edəcəklər. Böyük ehtimal ki, ona doğru gedir. Yəni, təxminən təsəvvür edin ki, 916 min kvadrat kilometr bunun ərazisi var. 1 milyon kvadrat kilometr yaxın. Böyük bir meşə resursları var, şirin su ehtiyatları var, yeraltı zənginlikləri var. Bunu Amerika Birləşmiş Ştatları indi əlindən verərmi? Verməz təbii ki. Bu Maduro'nun idarə etmədə savadsızlığından və s. danışdıq. Eyni zamanda ritorikasında da verdiyi bəyanatlarda da o savadsızlıq hissi olunurdu. Əvvəl nə dedi? Əvvəl dedi ki, gücü çatırsa gəlin götürün, mən buradayam, vaxt itirməyin, qorxmuram sizdən, cəsarətiniz varsa o addımı atın, ABŞ-yə belə deyək. O sərt ritorika tutub aparıblar, orada da deyir ki, Happy New Year deyir o şeylərə də. Yeni ilin mübarək. Hə, yəni bu yəni açıqcası bu da o savadsızlığının təzahürlərindən biridir məncə. Özün belə o qədər gülünc vəziyyətə salması. Baxın, Lenin savadlıydı. Düzdür? Lenin SSR-ni qurdu. Amma Stalin Özbekistan atoğlusuydu. Savadsız idi. Düzdür? Yol kəsən, quldur və s. Ona görə ancaq repressiya eləmək. Ona görə repressiya elədi. Neynədi? 30 milyon yaxın insanın həyatından oynadı. Bəli. Taleyini həll elədi. Tamamilə belə kökündən məhv elədi. Bu nəyi göstərdi? Bu savadsızlığın nəticəsi idi. Amerika Birləşmiş Ştatlarında repressiya oldu mu? Olmadı. Amerika Birləşmiş Ştatları savadlı insanlar hakimiyyətə gəldilər. Onlar dövləti qurdular, dövləti inkişaf etdilər. Baxın, Avropa ölkələrində repressiya var idi, olmamışdı. Düzdür? Yaxşı, indi bir dənə sual verim. Mao Zedong hakimiyyətə gələndə təxminən 30 milyona qədər insan da orada repressiyanın qurbanı oldu. Niyə? Çünki Mao Zedong savadsız idi. Bəli, savadsız idi. Amma ondan sonra hakimiyyətə gəldi Deng Xiaoping, neynədi? Bir açılım elədi. Qərbin bütün sərmayələrini qəbul elədi. Çini inkişaf etdirdi. Çinin aşağısı, cənub hissəsində sərmayə bir hissəsini açdı. Bəli, tamamilə demək olar ki, o hissəni açdı və verdi. Deyək ki, yarı-yarıya keçdi, hansı formanı elədi? Dedi ki, şirkət quracaqsınızsa, sizin şirkətin rəhbərliyindən bir dənə də Çinli olacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq həm də dövlət bir də müəyyən mənada nəzarət elədi. İkinci məsələ, fəhlələrin böyük əksəriyyəti Çinli olacaqdır. Bu artıq yeni bir sərmayə. Çünki həm də ucuz işçi qüvvəsi məsələsi vardı. Vergi güzəşti elədi. Eyni zamanda neynədir? Ora yerləşdirdiyi insanlarla artıq Çin yeni texnologiyaları kopyalamağa başladı. Bugün amma artıq o kopya
Çin anlayışı yoxdur. Yəni Kitay Yox, anlayışı yoxdur. özləri İndi istehsal özlərinin edir, yeni texnologiyaları var. Yəni savadlı insanla savadsız insanın fərqi burada Çox ortaya var, çıxmağa çox fərq başladı. var. Həddən artıq böyük Düzdürmü? fərq var, bəli. Ona görə də hətta SSR rəhbərliyinin də bax fikir verir, kim ki daha savadlı idi, o idarə etməni daha təkmil bilirdi. Brejnevin dövründə SSR-nin qızıl dövrü adlanır. Niyə? Çünki Brejnev savadlı idi. Amma ondan qabaq Xruşovun hakimiyyəti, Xruşov o qədər savadlı değildi. Ondan qabaq Stalin idi, o savadlı değildi. Amma ondan qabaq Lenin idi, Lenin qurmuşdu sistemi. Düzdür? Yəni ona görə də dövlət idarə etməsi, cəmiyyətin idarə olunması savadlı insanların əlindədir. Biz bunu qəbul eləməliyik və dünya da bunu qəbul eləyir. Avropada niyə savadlı liderlər gəlir, yetişir, çıxır ortaya və onlar hakimiyyəti idarə eləyirlər? Elita formalaşır. Baxın bir dənə Avropadakı elitaya baxın. Hətta Rusiyanın özündə də müəyyən mənada o elitalar var. Dövlətin Biz onlar daha çox imperial maraqlara görə, amma hər halda fərqi yoxdur, amma onlar üçün elita. Yox, kadrlar bəli yetişdirilir. Düzdürmü? Yəni onlarda hətta İranın özündə baxın bir dənə İranın vəziyyətinə. Bu gün molla rejimidir. Düzdür? Orada teokratik rejimdir. Amma idarə etmədə olan elitanın böyük əksəriyyəti Azərbaycan türkləridir. Bilirsiniz niyə Azərbaycan türkləridir? Çünki bizdə bir uzun müddətli ənənəvi bir idarə etmə anlayışı var. Dövlətçilik ənənəsi var bizdə. Bəli. Ona görə də baxın Qacarlar dövrü, ondan qabaq deyək ki, Səfəvilər dövrü, Nadir Şah dövrü, hamısında Azərbaycan türkləri olubdur. Hətta farsça danışanlar da Azərbaycan türkləri olub. Bəli. Hətta bax ona görə də Pəhləvi dövründə belə yenə olubdur. Düzdür? Pəhləvilər dövründə biraz Pəhləvilər istəyirdi sıxışdırsınlar, amma imkan vermədilər. Hansı yerə gətirib çıxartdı? O yerə ki, o yerdə artıq Azərbaycan türkləri bu günlərin hətta İran İslam inqilabından sonra 79-dan sonra deyək ki, Xomneyinin ətrafında olan insanlar böyük əksəriyyəti Azərbaycan generallar, Sepahın generalların əksəriyyəti, İran Müdafiə Nazirliyinin əksəriyyəti, siyasi elitanı, bu günlərim olan bir neçə insan var ki, mən o tanıyıram ki, onlar mənşəcə Azərbaycan türküdürlər. Eyni zamanda Pezeşkan başda olan. Pezeşkan artıq prezidentdir. Rejimə xidmət edirlər, amma faktiki olaraq yəni idarə etməni bilən oturmuş köhlü xalq anlayışı var. Yəni dövlətçilik ənənəsi olan. Venezuelada nə dövlətçilik ənənəsi olacaqdı? Bunlar ilə özləri 17-ci əsrdə bir hissəsi Avropadan gedənlərdilər. Yəni orada məskunlaşıblar. Düzdürmü? Onlar da müəyyən mənada gah düşübdü Amerikan təsəvvürü, gah düşübdü Rusiyanın təsəvvürü, gah düşüb başqa İngilislərin, yerli xalqlarla qarışıb və s. Yerli xalqlar da onların böyük əksəriyyətini qırdılar axı. Yerli xalqları buraxdılar ki, qala. Yəni az bir qəbilə forması saxlayıblar. Onlar da şamanlardır, orada burada, yəni meşənin içərisində qalan insanlardır və onlara imkan verilmir. Ona görə dövlət ənənəsi yoxdur, idarə etmə ənənəsi yoxdur. Post Maduro dövründə artıq böyük ehtimal ki, əgər Venezuelada bu məsələləri düşünən insanlar varsa, birinci çalışacaqlar ki, dövlət idarə etmə sistemini süni elita yox, təbii elitanı formalaşdırsa. Təbii elitada 1 ilin, 2 il işi deyil. O ola bilər 50 il, 60 il, 100 illik bir dövrü əhatə edə bilər. O elitanın formalaşması və bu təkcə idarə etmə, dövlət idarə etməsinə getmir. Bu siyasi, iqtisadi, hərbi, mədəni, ictimai sahədə ola bilər. Fərqli yoxdur. Müxtəlif sahələrdə biz bunu görə bilərik. Amma bu mütləq təhsil sahəsində ola bilər. Biz bunu görməliyik. O olmasa artıq dövlət idarə etmə maşının mexanizmi dayanacaq bir yerdə. Bir də ABŞ-nin ora girməsi barədə şərhlər var müxtəlif. Bu şərhlərin içində əsas odur ki, ən azından bu şərqdən gələn səs budur ki, ABŞ məsələn İraqa, Suriyaya, Əfqanistana da girmişdi və s. Amma demirlər ki, məsələn ABŞ Cənubi Koreyaya da girmişdi, Yaponiyaya da girmişdi və s. Yəni əslində bu ciddi bir fərqdir ki, Venezuela xalqı yaxın şərq ölkəsi deyil. Yəni Venezuela müsəlman deyillər, qitədədirlər, nəticə etibarilə o tərəfdədirlər, ABŞ-yə daha yaxındılar. Və orada əslində o təbii sərvətləri, nefti istifadə edərək, şübhəsiz ABŞ orada öz maraqlarını təbii ki qoruyacaq da. Orada özü də orada müəyyən dividend əldə edir, amma xalqa da nəsə verəcək. Yəni hər halda düşünürəm ki, Madurodan, yəni solçu, radikal solçu, onun atası da Həmkarlar İttifaqında rəhbər olub, səhv eləmirəmsə. Yəni o uşaqlıqdan o proletariat, nə bilim, solçuluq, imperializmə qarşı mübarizə o aura ilə böyümüş bir adamdır. Ona görə o Çini, Rusiyanı ora dərhal dəvət elədi, onlardan silah aldı və s. və ABŞ-yə qarşı belə deyək də lüzumsuz bir sərt ritorika çıxış elədi. Nəticədə ortadadır. Bütün bunların fonunda biz indi Avropadakı vəziyyətdən danışdıq, ABŞ-nin
qəddarca, belə nümayişkarane şəkildə beynəlxalq hüququ, BMT nizamnamələrini, insan haqlarının heçə saymağı və nəticədə girib başqa bir ölkənin ərazisində Maduronun kimliyinə asılı olmayaraq bir ölkənin prezidentini, xanımı ilə yatağından çıxartmaq, bu, yəni kifayət qədər ciddi hadisədir və eyni zamanda beynəlxalq münasibətlərdəki nizamsızlığı, anarxiyanı, güclü olan haqlıdır prinsipini bir daha aktuallaşdırdı. Bu səhv eləmirəmsə 31 dekabr idi. Cənab prezidentin də yeni mesajı var idi. Orada o qeyd elədi ki, artıq elə bir dünyadayıq ki, gücü olan haqlıdır, nizamsızlıqdır. Biz də buna görə güclənməliyik və s. kimi. Başqa variant yoxdur. Bəli. İndi prezident publikaya o formada çıxış edir, amma o da yaxşı bilir ki, bu əslində elə belə olmuşdu. Həmişə belə olub. Yəni belə deyək də o Machiavelli'dən, Thomas Hobbes'dan, qədim Yunana keçək, Fukididis'dən, Morgenthau'dan, yəni bunu hamıdan eşitmişik. Bu gün də bilirik ki, dominant nəzəriyyə realizmdir. Realizm də deyir ki, güclənməlisən və öz başqa variant yoxdur. Hə. Sadəcə bu indi prezidentin mesajı o fondaydı ki, bu daha qabarıq hala gəlib. Baxın, artıq Amerika Birləşmiş Ştatları bir nümunə. Əslində 70-ci illərdə var idi, Panamada bu eyni prosesi etmişdi. İndi bunu təkrar elədi. Artıq bizi nə yaratdı? Bir president yaratdı. Beynəlxalq hüquqa zidd olan, amma bir president yaratdı, bir analogiyasını yaratdı. Bu o demək ki, Rusiya sabah o analogiyanı qura bilər Ukraynada, düzdür? Ukrayna olmasın Moldova olsun, Moldova olmasın Gürcistan olsun, Gürcistan olmasın başqa bir ölkə olsun, fərqi yoxdur. Eləsə, ona artıq Amerika Birləşmiş Ştatları sən niyə bunu belə etsən deyə bilməyəcək. Desə, deyəcək ki, qardaş, sən girdin Venezuelada prezidenti yatağından götürüb getdin. Yəni, bu açıqdır. Və yaxud da Çin, deyək ki, girsə, misal üçün deyək ki, da, Tayvanı prezidentini götürüb aparsa, işğal eləsə və s. heç kim səs çıxmayacaq. Düzdürmü? Belə məna buna gedir. Və yaxud da Hindistan ətrafında hansı ölkəyə bu cür aqressiya tətbiq etsə, yəni bu açıqcası mənfi bir tendensiya yaratdı. Və bu gələcəkdə yeni daha böyük müharibələrin riskini müharibə riski yaradır. Bir, yeni müstəmləkə sistemlərinin tətbiqinə şərait yaratdı. Ki, bu da çox mənfi bir tendensiyadır, çox belə xoşa gəlməz bir haldır ki, gələcəkdə böyük təsirlər ola bilər. Bu təsirlər də heç də dünyanı yaxşı yerə aparmır. Hə, yeni nizam necə quracaq? Bayaq qeyd etdiyim ki, 3 mərhələli qurulması ehtimalı daha çoxdur ki, bunu ehtimalının üzərindən gələcəkdə yəqin ki, bir müzakirə də olacaq hətta. Amma görünən odur ki, yeni nizamsızlığın da əsası qoyuldu. Artıq dövlətlərin heç biri, hətta orta ölçülü dövlətlər belə... Üzr istəyirəm, nizamsızlığa qaydıldı deyə bilərik, əsası qoyuldudan da. Daha doğrusu, müasir versiyasına keçildi deyə bilərik bəlkə. Əsasını o mənada, transformasiya. Bəlkə də bunu, o cür də adlandırmaq olar ki, transformasiya edildi. Müasir versiyaya. Necə ki, Trump məsələn Monroe doktorunun... Belə də demək olar ki, soyuq müharibədən sonra bunu yenidən əsası qoyuldu, başqa formada. Bəli. Bu cür də qəbul etmək. Çünki yeni soyuq müharibədən sonra nə eləmişdi? Sakitlik çökmüşdü müəyyən mənada. Amma nəyi vardı ortada? Dövlətləri yenə də işğal edirdilər. Baxın, Kosovanın işğalı olsun, düzdür? Qarabağın işğalı olsun, düzdürmü? Bu var idi. Sonra, yəni söhbət ABŞ-dan getmir, ha? Ümumilikdə dünyada olan vəziyyətdən gedir. İşğal proseslərindən gedir. Kosova olsun, yəni Yugoslaviyanın dağılması, parçalanması, Cənubi Qafqazda Ermənistan-Azərbaycan müharibəsindən olsun, sonraki mərhələdə Əfqanistana müdaxilədən olsun, İraqa müdaxilə olsun, Ərəb baharının baş verməsi olsun. Bunların hamısı nədir? Ardıcıl olaraq davam etdirilibdir. Düzdür? Bu gün də bu vəziyyətdir. Hətta Tacikistanda vətəndaş müharibəsinin özü 92-93-cü illərdən 97-98-ci illərə qədər bu proses davam edir. Səhv etmirəmsə bir yerdə belə bir statistika görmüşdüm. 1977-90-cı illər arasında hələ soyuq müharibə dövründə dünyada müxtəlif yerlərdə baş verən müharibələr nəticəsində ölən insanın toplam sayı Birinci Dünya müharibəsində ölən insanın toplam sayından 2 qat çoxdur. Bəli, bəli. Baxın, məsələn deyim sizə, hətta Vyetnam müharibəsini qatsaq bura, Vyetnam müharibəsi, Əfqanistan müharibəsi bunun içərisində gedir. Yaxşı ki, Kuba böhranı baş vermədi. Yəni, nə mənada müharibəyə çevrilmədi. Siz təsəvvürünüz, Kubada 62-ci il hadisələri dərin nəsəd nə olardı? Yəni, hansı bir hal yarana bilərdi? Kuba böhranı, bəli, təbii ki. Çox ciddi bir məsələ idi. Müharibənin bir addımla qayıtdıqlar bunlar. Yəni, o cür vəziyyətdə dövlətləri biz qarışdıra bilməliyik. Yəni, böyük dövlətlər faktiki olaraq nə fikirləşirlər? Təbii resurs varsa, mən buna çökməliyəm, mən bunu almalıyam.
Bunun adını nə qoyarsan, demokratiya qoyarsan, biri deyər təhlükəsizlik təhdiddir, biri deyər mənim tarixi ərazimdir, biri deyər ki, mən burada qazan-qazan prinsipindən əməl fərqi yoxdur. Adını nə qoyarsansa qoy, o məhsuldan istifadə etməyə çalışır. Yəni balaca dövlətlərin bəxti nə zaman gətirmir? O zaman ki, balaca dövlətdir, amma həm də resursu çoxdur. Bax, onun bəxti gətirmir. Bu beynəlxalq münasibətlərdəki hal-hazırdakı, yəni bizim o mənim ən sevdiyim filosof Nietzsche'nin bir sözü var. Acını deyir, qucaqlamalısan acını. Sanki beynəlxalq münasibətlər geriyə dönüb o nizamsızlıq şey var, o onu sanki yenidən qucaqladı və müəyyən mənada indi mən solçuluq və s. dedim, amma sadəcə sol nəzəriyyələr yox. Bütün o idealist nəzəriyyələr ki var, hansı ki xüsusən Sovet İttifaqı dağılandan sonra Fukuyama başda olmaqla o 92-ci ildə nəşr olunan Tarixin Sonu tezisi, ondan sonra o bütün o axın ki var, artıq sülh və əməkdaşlıq vaxtıdır, artıq müharibələr bitdi və s. Bu idealist yanaşmalar sanki realizmə yenidən növbəti dəfə sanki məğlub oldu. Çoxları bunu qəbul eləmək istəmir. Necə biz deyə bilərik ki, biz sülhlə axıra kimi gedəcəyik, əməkdaşlıq olacaq. Bir yerdə ki, əhali sayı artır dünyada sürətlə, düzdür? Xaos var. İkinci, xaos var və təsəvvür ki, 120 ölkədə 180 münaqişə ocağı var. Və bunlar hamısı gözləyirlər növbəsini. Bugün deyək ki, kim nə fürsət tapdı? Bax, Ermənistan-Azərbaycan arasında məsələ bitdi, düzdür? Amma İsrail-Fələstinə davam eləyir. Düzdür? Pakistan-Hindistan arasında davam edir. Sabah Cənub Çin dənizində ola bilər. Bəli, Koreya arasında ola bilər. Bu cür düzdür. Afrikada 60-dan yuxarı belə münaqişə zonası var. Yəni təsəvvür edirsiniz. Məsələn, Kongo ilə şeyin arasında, Ruandanın arasında, Demokratik Kongo. Bəli, Kongo ilə Ruanda arasında baş verən su böhranı gəlir qarşıdan. İçməli su məsələsi var, su qıtlığı yaranır. Dünyada yeni müharibələr ona doğru gedir. Çox üzr, bəzi müharibələrin xəbərlərini belə burada vermirlər məsələn. Mən baxıram hardasa müharibə var, bizdə televiziyada ya yoxdur, Türkiyədə ya başqa yer vermirlər. Bir misal deyim sizə. Afrikada qruplaşmalar, terror qruplaşmalar bu gün də at oynadır. Boko Haram'ı bilirsiniz. Bəli. Çoxdur elə terror. Yəni həm dini, həm də məsələ budur ki, burada təkcə müsəlman ölkələrində deyil, Afrikada. Xristian ölkələrində də var. Yəni toplu qətliamlar, bir görsən baxır, videokada verirlər, ana da börünü uşaq aparırlar, qoyurlar orada gülləliyirlər durduğu yerdə. Yəni bu əslində nə deməkdir? Bu demək ki, həmin ölkələrin içərisində deməli təhlükəsizlik arxitekturası dağılıbdır, yoxdur. Və ya da dövlət olma anlayışı ilə formalaşıb tam axıra çatmır. Nigeriyanın özü 200 milyona yaxındır, böyük neft sərvətləri var, amma güclü korrupsiyanın nəticəsində dövlət idarəetmə maşını sıradan çıxmış vəziyyətdədir və orada terror qruplaşmaları artıq at oynadı. Cəmiyyət nə qədər degradasiyaya getsə, yəni iqtisadi baxımdan, siyasi baxımdan orada xaos və anarxiya daha çox yayılmağa başlayacaqdır. Maduro niyə o günə düşdü? Maduronu gətirib o çıxardan olur ki, cəmiyyəti bir yerə yığa bilmədi. Maduro yığa bilmədi. Dünya da bunu təcrübə eləyir. Əslində dünyanın bir çox ölkələri, beyin mərkəzləri, strateji araşdırma, düşüncə mərkəzləri bunları bu dəqiqə təhlil eləyir. Nə edə bilərik? Gələcək üçün nə olacaqdır? Gələcək üçün bu xaosdan, bu qeyri-sabitlikdən çıxış yolu nədə görsənir? Biz buna baxmalıyıq və çox böyük təəssüf istəyirəm deyirəm ki, görünür ki, hələ bu nizamsızlıq uzun müddət davam edir. Mən də buna qatılaraq çox böyük təəssüf ilə qeyd etmək istəyirəm ki, o realizmin də əsas belə deyək də arqumentasiyası belədir ki, gücənməkdən əlavə insan təbiətin pis tərəfləri də var, yaxşı tərəfləri. Pis tərəf daha ağır basır. Biz müharibəyə meyilliyik. Yəni təbiət buna, canlılar aləmi belə bir mübarizənin içindədir. Bizim də mübarizəmiz bugünkü müasir formada silahla, topla, tankla, deyək ki, dronlandır da. Yəni nəticə itibarilə şirdə antilopu yeyir meşədə. Məsələn. Yəni ona görə də bugünkü vəziyyət, baxın, son olaraq bir məsələdə toxunum ki, cənab prezidentin bu yerli mediaya verdiyi bir müsahibə ki oldu. Ən son müsahibəsi. Orada vurğuladı ki, Türkiyənin əməkdaşlığını dərinləşdirilməsi, hərbi təlimlər və s. Amma Türk dövlətləri də buna cəlb olunacaqlar yavaş-yavaş. Bu nə demək? Deməli, artıq yeni nizamda Türk dünyası, Türk dövlətləri bir araya gəlməyə məcburdur, məhkumdur. Çünki kiçik dövlət olaraq onlar öz gücünü qoruyub saxlamaqda aciz ola bilərlər. Yəni, durub Rusiya, Ukraynadan sonra üzünü Qazaxstana çevirsə, Qazaxstan əhalisi nə qədərdir? 18 milyon, düzdür? 45 milyonluq Ukrayna bacara bilmirsə hələ,
Qazaxıstan necə bacaracaq? Mən sizə bir maraqlı bir məqam deyib, o cənab prezidentin müsahibəsindən qabaq Türkiyədən bir beynəlxalq münasibətlər üzrə professorla mən telefon danışığım oldu. O mənə qeyd elədi ki, mən məsələn 6-7 il bundan qabaq o insanla bu mövzuda danışanda o Turanı, Türk Dövlət Təşkilatının bir növ hələ utopiya kimi xarakterizə edirdi. O daha çox cümhuriyyətçi, daha çox o milli dövlət konsepsiyasına inanan bir insandır və Türk dövlətləri falan bunu hələ çox qeyri-real hesab edən bir adam idi. O mənə bilirsiniz nə dedi? Daha doğrusu bu Maduro hadisəsi olandan sonra dedi ki, bu nizamsızlıq onu göstərir ki, bugün nə Türkiyə, nə Azərbaycan, nə Qazaxıstan heç birimiz ayrı-ayrılıqda biz o deyilik. Biz birləşməliyik ki, gücümüzü birləşdirməliyik ki, bu nizamsızlığın içində özümüzü qoruya bilək. Yəni bu düşüncə artıq yavaş-yavaş dominantlaşır. Mən bir neçə işdə sevinirəm, çox sevinirəm. Birincisi Qarabağı aldıq. Çox şükür. Yəni bu ərazi bütövlüyümüz təmin olundu, suverenliyimiz təmin olundu. Naxçıvanla əlaqələrimizin qurulması 8 avqust anlaşması ilə rəsmiləşdi. Hesab edirəm ki, Ermənistanda geri dönüş yoxdur və biz artıq bu işi də yekunlaşdıracağıq. Ki əslində 10 noyabr bəyanatında da var idi. Düzdür, Rusiya ona əməl eləmədi, amma var idi, orada da var. Amma Amerika görsə əməl elətdi. Amerika elətdi. Deməli burada əsas məqsəd nədir? Biz bu məsələdən qurtulmuşuq. Bu problemdən qurtulduq. Yəni bu çox ciddi məsələdir. Amma dünyada bu məsələ bitməyibdi. Baxın, pandemiya oldu. Pandemiyadan sonra proseslər yenidən qızışmağa başladı. Böyük ehtimal ki, dünya siyasəti çox sürətlə xaosa doğru gedir. Artıq ümumiyyətlə qlobal siyasət gedir. Yaxşı bir şey deyil, amma budur. Amma bu belə. Çox təəssüf ki, dünya siyasəti bizim arzularımızla üstə düşmür. Hətta bizim arzularımız belə deyək, o dərəcədə böyükdür ki, dünya siyasəti özünü orada bir başqa cür göstərir. Biz istəmirsə, reallığı budur bu günün. Ona görə də biz bu gün üçün böyük miqdarda, hesab edirəm ki, cənab prezidentin son açıqlamasına biz bunu görürük ki, biz böyük miqdarda işimizi görmüşük. Yəni dövlətin təhlükəsizlik arxitekturasını qurduq. İndi ordunu gücləndirmək, daha da yüksək səviyyəyə qaldırmaq. Xarici təhdidlərə qarşı. Bəli, və Türkiyə ilə, digər Türk dövlətlərinin əməkdaşlığı dərinləşdirmək, hətta Amerikanın özü ilə əməkdaşlığı dərinləşdirmək. Baxın, bizim indi çox maraqlı bir gediş elədi. Cənab prezident həm 2-ci Qarabağ müharibəsindən sonra bu nədir bir Türkiyə ilə Şuşa bəyannaməsi imzaladı. Ardından Rusiya ilə imzaladı 22 fevral. Ardından Çinlə. Düzdür? İndi axır vizaların qaldırılması və s. hər tərəfli əməkdaşlıq strateji əməkdaşlıq planını hazırladı və təsdiq edildilər bu layihə olaraq da. Və Vaşinqton görüşü. Və Vaşinqton. Və orada da indi artıq o. Yəni bu nə deməkdir? Demək ki, bu Qrasmeyster gedişidir əslində. Çox belə incəliklə. Yəni heç bir tərəfi incitmədən, heç bir tərəfin xətrinə dəymədən, amma öz maraqlarını güdmək şərti ilə sən xarici siyasətini həyata keçirirsən. Sən əgər xarici siyasətində müəyyən boşluq buraxsan, bu daxilə də sirayət edir. Ona görə də hesab edirəm ki, cənab prezidentin son o siyasi gedişləri, beynəlxalq siyasətləri, regional siyasətdə atdığı balanslı yanaşma əslində artıq balansdan çıxıbdır bizimki. Bizə nədir? Biz öz maraqlarını qorumaq şərti ilə beynəlxalq siyasətin qaydalarına praqmatik yanaşma. Praqmatik yanaşma. Bu xüsusi bir önəm daşıyır. Əvvəl belə idi ki, bizim Qarabağ problemimiz var idi, düzdürmü? Və məcbur idik balansı qoruyurduq. İndi artıq problemimiz yoxdur. Biz artıq açılım eləyirik. Biz Afrika ölkələrlə də əlaqələrimizi dərinləşdirmişik. Biz yaxın şərqlə də, biz uzaq şərqlə də əlaqələrimizi dərinləşdirmişik. Avropa ilə, Amerika ilə, düzdür? Bütün sahələr üzrə dünyanın müxtəlif ölkələrinin əlaqələri dərinləşdiririk. Düzdürmü? Və bunun özü bir dividend gətirir. Bəzən indi bizim Afrika dövlətləri və sairinin hansısa bir viza rejimi ləğv edəndə bəzi deyək ki, siyasətdən xəbər olmayan insanlar olur ki, deyək ki, bizim nəyimizə lazım idi o dövlət. Anlamırlar ki, bu dövlət BMT-də söz sahibidir. Onun da bir səs hüququ var. Və bizə lazım olan anda o orada əlini qaldırmalıdır. Necə biz 2019-23-cü illərdə ki, qoşulmama hərəkatına sədrlik elədik və o sədrliyimizdən istifadə elədik. 2-ci Qarabağ müharibəsində dünyanın müxtəlif ölkələrinin bizə qarşı aqressiyasını yaratmaq istəyən dövlətlər ki vardı bəzi, onların o aqressiyasını yaranmasına imkan vermədik. Bu önəmli bir məsələdir. Bu siyasi strateji gedişlərdir. Bunu anlamaq üçün gərək daha geniş planda düşünəsən. O baxımdan düşünürəm ki, yeni dünya nizamı artıq yeni mərhələyə keçibdir. Nizam
əslində nizamsızlıq yeni mərhələyə keçibdir. Bu nizamsızlığın ardından hansı formada dünya deyək ki, düzəni dizayn olunacaq, biz onu zamanla görəcəyik. Var, elə bir savad kütlə var, amma hər halda bayaq ilk başda danışdığımız kimi dövlət istənilən halda savadlı insanlar tərəfindən idarə olunmalıdır. Həmin o güruha buraxılmamalıdır. İntellektual, savadlı və o güruhun da üzr istəyirəm, həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyin təmin olunması üçün istənilən halda belə deyək də kiçik bir qrup, elita, savadlı insanlar idarə etməlidir. Bəli, dövlət insan deyil, şəxs deyil. Dövlət fərd deyil. Dövlət ümumiyyətlə bir sistemni idarə etməlidir. Dövlətin kini olmur. Bəli. Dövlətin atası da yox, anası da yox. Emosiyası da yox. Emosiyası da yox. Dövlət strateji baxımdan düşünür, ağıllı başdan qərar verir və idarə etmənin gələcək üçün 1-2 ilə hesablamır. İdarə etməni 50 ilə, 100 ilə, 30 ilə, 40 ilə belə hesablayır. Birinci təhlükəsizlik məsələsi. Birinci təhlükəsizlik, bəli. Sənin dövlətin təhlükəsizdirsə, sosial, iqtisadi və digər sahələr tədricən mərhələli şəkildə həll olur. Çünki bir şey ki, dövlətin iqtisadi imkanlarından asılıdırsa bunu eləmək, dövlət zaten onu yavaş-yavaş bunu eləyəcək mərhələli şəkildə. Bu bir qaçılmazdır. Çünki əhalinin çətin vəziyyətdə olması dövlətə sərf eləmir. Nə qədər iqtisadi inkişaf varsa, dövlət bir o qədər güclənəcək. Ona görə də biz bu məsələyə, bu aspektdən yanaşaraq düşünürəm ki, dünya nizamında da hansı dövlətlər qalib gələcək, hansını ki, intellektual kəsimin əsas üzvləri idarə eləyir, elita onlardan təşkil olunur. Təkrar təşəkkür edirəm Samir bəy. Təşəkkür edirəm Cavanşir bəy, minnətdaram dəvətiniz üçün. Ümid edirəm ki, maraqlı söhbətimiz oldu. Çox xoş oldu, çox maraqlı oldu. Bu cür diskussiyaların olması əslində həm bizimlə bərabər, həm də cəmiyyətin də maariflənməsinə böyük xidmət edir. Böyük töhfə verir. Bəli, növbəti rubrikalarımızda mütləq sizinlə görüşəcəyik. Təşəkkürlər. Bu günlük bu qədər.